Mailiniz var. Bizə yeni qoşulan tamaşaçılar varsa, hər birinizi buradan salamlayıram və mailiniz var, davam edir. Mən davam edirəm sizdən gələn təbrikləri, mailləri oxumağa. Salam, Almaniyadan qucaq dolu salamlar. Yeri gəlmişkən mən də qucaq dolu salamlarımı bütün Almaniyada yaşayan Azərbaycanlılara göndərirəm. Almaniyada bilirəm ki, bizim çox tamaşaçılarımız var ki, verilişimizə baxırlar, yazırlar həm Facebook'a, həm e-mail ünvanımıza. Hər birinizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, belə fəalsınız. Mən deyərdim ki, Almaniyada yaşayan və Ukraynada yaşayan tamaşaçılar ən fəaldır mailiniz var da. Lalə xanım, biz biləndə ki, liderin ad günüdür, çox sevindik. Biləndə ki, sizin verilişiniz vasitəsilə sizi təbrik edə biləcəyik. Lap sevincimizin həddi hüdudu yox idi. Sizi çox istəyirik və hər zaman sizə baxırıq. Əsas da sizin verilişə, sizi Almaniyada yaşayan bütün Azərbaycanlılar təbrik edir. Ad gününüz mübarək. Çox sağ olun, təşəkkür edirəm belə gözəl, isti sözlər üçün. Öpürəm sizi, hamınızı. Hər zaman mailiniz var yazmağı unutmayın. Hər həftə sizdən mail gözləyirəm mən və mənməzlərim davam edirik. Deməli, salam, xoş gördük. Mən bütün lider əməkdaşlarını sizin doğum günü münasibəti ilə təbrik edirik. Neçə belə illərə çıxasınız. Bu İlhamə xanımdan gəldi. Çox sağ olun mənməzim, belə isti sözlər üçün təşəkkür edirik. Mənməzlərim, mən mütləq davam edəcəm oxumağa mailləri, amma deyirəm, bəlkə indi səsli mesaj rubrikaya baxaq birlikdə və sonra mütləq qayıdarsınız mənim yanıma və mən mailləri oxumağa davam edəcəm. Mailiniz var. Mailiniz varın səsli mesaj rubrikasındayıq. Bugün qəhrəmanlarımız Bakı sakinləri deyil. Bugünkü qəhrəmanlarımız Lider TV-nin öz əməkdaşlarıdır. Bu da səbəbsiz deyil, çünki Lider TV-nin 10 yaşıdır bilirsiniz və bu münasibətlə biz qərar aldıq ki, öz salamlarını və təbriklərini məhz Lider TV-nin öz əməkdaşlarından alaq. Əziz tamaşaçılarımız, hal-hazırda biz efir qabağı nəzarət otağındayıq və nəzarətçi texnik Nihat bizim qonağımızdır. Görək onun ürək sözləri nədir? Lider TV-nin 10 yaşı münasibəti ilə hər halda onun da ürək sözləri var. Şəxsən özüm də Liderdə 10 ildə işləyirəm və ən yaxşı günlərimi Lider kanalı ilə keçirmişəm. Çoxlu yaxşı günlərimiz olur. Lider kanalı ürəkdən təbrik edirəm bütün əməkdaşlarını, bütün rəhbərliyimizi, əməkdaşlarımızı, onlara can sağlığı, uğurlar arzulayıram. Əziz tamaşaçılar, hal-hazırda biz lider əməkdaşlarını axtarmaqdayıq dəhlizdə və uzaqdan mən gözəl Göyçə redaktorumuz Ülkəri görürəm. Gedək ona da yaxınlaşaq, onun da sözləri var. Və Ülkər xanım, salam əleyki. Salam. Ülkər bizim sevimli redaktor, bacarıqlı redaktorlarımızdan biridir və görək o liderin 10 yaşı münasibəti ilə bizim kameramıza, mailiniz var, nələr söyləyəcək? Birinci növbədə mən liderin ad gününü təbrik edirəm. Bütün əməkdaşları təbrik edirəm, başda özüm olmaqla. Mailiniz var verilişi çox sevimli verilişlərdən biridir. Özdə belə deyək də çoxdanki verilişdir. Onun aparıcısını Lalə xanımı ürəkdən təbrik edirəm. Ondan gözəl layihələr ona arzulayıram. Onun redaktorunu təbrik edirəm. Onu çox istəyirəm. Mən də nə vaxtsa bu verilişin redaktoru olmuşam. Ümumiyyətlə liderin bütün verilişləri bir-birindən gözəldir. Arzu edirəm ki, illər keçsin, liderlərin lideri qalsın, lider verilişlər olsun, lider aparıcılar, redaktorlar, necə digərlər adımıza layiq olar. Əziz tamaşaçılar, biz hal-hazırda Qızıl Pillənin yeni montajındayıq. Qızıl Pillənin rejissoru Zema xanım və onun montajçısı Fərid buradadır. Görək onların nə sözləri var burada. Mailiniz varın səsli mesaj rubrikasındayıq. Liderin 10 yaşı münasibəti ilə buyurun öz sözlərinizi. Liderçiləri təbrik edirəm, operatorumuzu təbrik edirəm. Biz bu operator həm bizim Qızıl Pillənin də operatorudur. Biz çiyin-çiyinə ilə döyüşmüşük, biz çəkilişlər eləmişik. Hamısını təbrik edirəm. Sürücülərimizi, operatorlarımızı, montajçılarımızı, redaktorlarımızı, rejissorlarımızı, Mailiniz varın komandasını, Laləni təbrik edirəm. Hamısını təbrik edirəm. Lider ad günü mübarək olsun. Mən də bütün lider əməkdaşlarını hamısını ürəkdən təbrik edirəm. Əziz tamaşaçılar, biz hal-hazırda Lider TV-nin idman redaksiyasındayıq. Bu redaksiyanın baş redaktoru Rövşən Məmmədov hal-hazırda əyləşib. Gəlin ona da yaxınlaşaq. Onun da deyiləcək sözləri var. Mən əvvəla minnətdaram ki, fürsət tapıb mənim də fikirlərimi öyrənirsiniz. Mən əlbəttə ki, öz kanalımıza, Lider televiziyasına uğurlar arzulayıram və 10 illik münasibəti ilə
hər birimizi əziz liderçilər təbrik edirəm. Ümid edirəm ki, uğurlarımız hələ qabaqdadır. Əldə etdiyimiz nailiyyətlər isə gələcək uğurlara bir təkan kimi qiymətləndirirəm. Odur ki, hər birimizi təbrik edirəm. 10 yaşımız mübarək. Əziz tamaşaçılar, yazıdan da gördüyünüz kimi bura Lider TV-nin videotekasıdır və biz təbii ki, bu gözəl gündə onları da unutmuruq. Onların da deyilə sözləri var. Gəlin yaxınlaşaq görək kimlər var burada. Və biz ilk olaraq kadrımızda Xatirə xanım görürük, videotekanın əməkdaşı. Onun deyilə sözləri çoxdur. Bizim üzərimizdə böyük əziyyətləri var. Təbrik edirəm. Necə belə gözəl illərə çıxaq. Ümumiyyətlə Lider kollektivi adından bütün kollektivimizi təbrik edirəm. Neçə uğurlar, gözəl nailiyyətlər və s. Yenə də uğurlar. Təbrik edirəm. Bura Lider TV-nin operatorları olan otaqdır və burada baş operatorumuz Sahib müəllim də var. Gəlin ona da yaxınlaşaq. Liderin təbrikçiləri sırasında onun da yeri var. Sahib müəllim necəsiniz? Yaxşıyam, çox sağ olun. Siz soruşanda televiziyada hamının keyfi, əhvalı çox yaxşıdır. Çox yaxşı olsun. Bu gün Lider TV-nin 10 yaşı tamam olur. Hər halda sizin də böyük əziyyətiniz var bu televiziyada. Hər halda deyiləsi ürək sözləriniz var. Buyurun. Mən o deyilən təbriklərin hamısına qoşuluram və ürəkdən Liderin 10 illiyini təbrik edirəm. Bütün əməkdaşları təbrik edirəm və arzulayıram ki, 10 ilimizi başa vurmuşuq. Həmişə intellektli tamaşaçıların televiziyası olub Lider. Elə o intellektli tamaşaçı televiziyası olaraq da qalsın həmişə, daima. Əziz tamaşaçılar, bura bizim montaj otaqlarından biridir və montajçımız Şahin var burada. Gəlin ona da yaxınlaşaq. Onun da Liderin proqramlarının üzərə çıxmasında, efirə çıxmasında böyük əziyyətlər var. Şahin müəllim necəsiz? Yaxşıyam, sağ ol. İşlər necə gedir? Baba, çox sağ ol. Bayram günündə nə sözlər deyə bilərsən bizim Liderin əməkdaşlarına və Lider televiziyasına? Nə deyə bilərəm? Lider elə liderdir. Yəni necə davam edirsə, bundan sonra da davam eləsin və görürsüz hər gün təzə yeni verilişlər hazırlanır burada, təzə proyektlər. Yəni istərdim ki, bu 10 il ərzində necə yaxşı özünü saxlayıbsa lider, bundan sonra da davam eləsin. Bunun arzusudur. Çox sağ olun Şahin. Biz sizin bütün montaj otaqlarımızın pultlarına və montajçılarımızın qollarına qüvvət arzulayırıq. Davam edirik yolumuza. Əziz tamaşaçılar, biz hal-hazırda Lider TV-nin liftindəyik. Soruşa bilərsiniz, hara qalxırıq? Biz Mailiniz varın montaj otağına qalxırıq. Çünki hər kəsi danışdırdıq, hər kəsin ürək sözünü eşitdik. Mir Hüseyn Ağayevin, bizim montajçımız və rejissorumuz, bu verilişin montajçısı və rejissoru Mir Hüseyn Ağayevin, onun da ürək sözləri var. Gəlin ona da yaxınlaşaq. Əziz tamaşaçılar, biz hal-hazırda Mailiniz varın montaj otağının qarşısındayıq. Qapını hələ döyməmiş açmırıq, çünki burada gərgin iş gedir. Lalə xanımın növbəti maraqlı verilişlərindən biri yığılır. Gəlin Mir Hüseyni narahat eləyək. Onun da deyilə sözləri var. Əsərin qəhrəmanlarından biri odur. Böyük əziyyəti var bu verilişdə. Gəlin. Və Mir Hüseyn Ağayev, verilişimizin Mailiniz varın rejissoru və montajçısı Mir Hüseyn Ağayev. Onun bayaq dediyim kimi böyük əziyyət var bu verilişin yığılmasında, ortaya ərsəyə gəlməsində. Onun ürək sözləri var. Hər halda onu biz unutmuruq təbii ki. Mir necəsiniz? Sağ olsun, necəsiniz? Sağ ol, yaxşı olasınız. İşlər necə gedir burada? Yavaş-yavaş montaj edirik hələ ki. Mailiniz var bugün Liderin əməkdaşlarının lenti alır. 10 yaş münasibəti ilə təbii ki, bu proqramın montajçısı və rejissoru kimi səndə deyiləsi sözlərin var. Əlbəttə ki, mənim də deyiləsi sözüm çoxdur Lider televiziyasında. Lider televiziyası bu 10 il ərzində çox nailiyyətlər qazanıbdır, çox proqramlarla çıxıbdır. Elə onlardan ən uğurlusu da mənə elə gəlir ki, Mailiniz var proyektinin özüdür. Verilişin aparıcısı Lalədir. Mən Laləni də təbrik edirəm və bütün Lider əməkdaşlarını təbrik edirəm. Bu həqiqətən də bu bizim bayramımızdır. Bu Liderin əməkdaşlarının bayramıdır. Gün o gün olsun bu yaşın üstünə daha yaşlar gəlsin, çox uğurlu yaşlar gəlsin. Sonsuz olsun Lider televiziyası. Necə ki, insanların qəlbində yuva qurubdur, indiyə kimi yaşayır və bundan belə də yaşasın. Lider TV ilə kanallar arasında da lider olaraq qalsın. Bu bizim ən böyük arzumuzdur və bu belədir ki, davam edir. Uşaqlar, sükanı belə saxlayın. Əziz tamaşaçılar, biz hal-hazırda 6-cı mərtəbədəyik. Bu deməkdir ki, bura bu otaq bir çox verilişlərin ərsəyə gedildiyi redaktorların cəmləşdiyi bir otaqdır. Səhv eləmədim cümləmdə. Gənc redaktorlarımızdan biri, ən verilişində işləmiş redaktor, hal-hazırda Ekstra His 3 verilişinin gənc redaktoru Könül xanım buradadır. Gəl ona yaxınlaşaq. Könül xanım necəsiz? Çox sağ olun, siz necəsiz? Sağ ol, işlər necə gedir? Elədən normal. Gəl burada necə işləyirsən də? Əziz tamaşaçılar, gəlin ki, Liderin 10 yaşıdır Könül. Nə deyə bilərsiniz bu barədə?
Nə deyə bilərəm? Hamı kimi mən də lideri təbrik edirəm. Liderin bütün əməkdaşlarını, indiyə qədər liderdə işləmiş, bundan sonra işləyici və əlavədə işləyən hamını təbrik edirəm. Ekstra istə vəziyyət necədir? Ekstra izdə əla. Yeri gəlmişkən isə Rahil bizim Meyliniz var verilişinin müxbiridir. Onun da təbii ki, ürək sözləri var. Buyur Rahil. Çox sağ ol Mir Hüseyn. Bayaqdan mikrofon arxasında hər kəs danışdırın. Təbii ki, mənim də ürək sözlərim var. Bu verilişin gənc üzvlərindən biriyəm. Amma çox maraqlı verilişdir. Həqiqətən özüm də böyük səylə həvəslə çalışıram. Meyliniz vara, lider ailəsinə, bu böyük ailənin hər bir üzvünə, hər bir sadiq üzvünə uğurlar, təbriklər. İnşallah növbəti illərdə, sezonlarda çox maraqlı sürprizlərimiz olacaq. Elə bu sezonun özündə də liderə baxmaqda davam eləyin. Çünki bura liderdir. Meyliniz var.